Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu və selamu alə Rasulillah və bə'd. Salamlayıram hər birinizi Allahın salamı ilə sonra. Yenə elhamdülillah biz gözəl gecələrdə görüşürük. Hansı ki, ilin ən xeyirli gecələri sayılır. Və ən xeyirli bir gecə də bu xeyirli gecələrdən birindədir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onu son 10 gündə axtarmağımızı tövsiyə edib və sonra daha da dar bir çərçivədə sonuncu tək günlə gecələrdə axtarmağımızı tövsiyə edib və o gecəni Qədir gecəsi deyə adlandırıb. Necə Allah təala buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Qədir gecəsi biz onu nazil etdik və Allah təala o gecəni mübarək adlandırır və buyurur ki, biz onu bir mübarək gecədə nazil etdik. Və məscidə baxanda alimlərin sözü insan yadına düşür. Və mən əslində nəsə danışacağımı hazırlamamışdım. Sadəcə olaraq istədim ki, nəsə tövsiyə edeyim. Məscidin halından bir şey yadıma düşdü və istədim onu bölüşəm sizinlə. O da nədir? Necə alimlər deyir və Allah onlara rəhmət eləsin. Yəni, düz deyirlər. Onlar deyirlər ki, Ramazan əvvəlində insanlar ictihad üzərində olurlar, çalışqan olurlar əvvəllərində. Yadınıza gəlir birinci gün, ikinci gün yer tapmaq olmur. Yəni, getdikcə boşalır. Və insanlar çalışırlar və yorulurlar. Və ortasında biraz yorğunluq başlayır. Sanki biraz yorulurlar. Sonra bir də ayrılırlar ki, sonuncu 10 gündür, artıq qonaq gedir. Və istəyirlər bərpa eləsinlər, bərpa eləyə bilmirlər. O arada itirdikləri boşluqlar. Çünki Ramazanın ortası və ortasına yaxın biraz qəflət başlayır. Yəni, diqqətli olun, o qəflət sizə yansımasın. Diqqətli olun. Çünki adam sevinir, Ramazan başlayır, yəni daxil olur ibadətə və başlayır ictihad eləməyə. Sonra biraz yorulur və şeytan təbii ki, bağlansa da vəsvəsəsi var və nəfs də var, şəksiz. Nəfs də yerindədir, nəfs yatmayıb. Və biraz zəifləmə başlayır. Sonra ayılır ki, artıq qonaq gedir. Və başlayır, ictihad eləsin, çatdıra bilmir. Gündə bir cüz oxuyan qardaşlar. Onlar bu tələyə düşsələr, Quran xətm eləyə bilməyəcəklər. Əgər bu tələyə düşsələr, şeytanın bu tələsinə düşsələr, onlar Quran-ı Kərimi xətm eləyə bilməyəcəklər. Yəni, hər bir halımız belədir, fərq yoxdur. Yəni, güclənirik, zəifləyirik, sonra çalışırıq, güclənməyə alınmır. Ona görə, yəni, bu qəflət aparmasın bizi. Yəni, insan Ramazanın ortalarında biraz qəflətdə olur. Sabah eləyərəm, inşallah, axırıncı 10 gün bir dənə çalışacağım ki, heç kim mənə çatanmayacaq. Bunlar hamısı şeytanın vəsvəsələridir. Bugün çalışdınsa çalışdın, çalışa bilmədinsə artıq çalışa bilmədin. Bugün işi sabaha qoyma. Necə sələflər deyərlər ki, kim bugün yorulur, sabah dincəlir. Kim bugün dincəlirsə, sabah yorulacaq. Bugün yorul ki, sabah dincələsin. Bugün oxu ki, sabah dincələsin. Ona görə Ramazan artıq 7-ci günü, 8-ci gününə keçdik, 7-ci iftar etdik. Yəni artıq birinci 10 gün artıq demək olar, bitir. Qarşınızda ikinci, sonra sonuncu 10 gün qalır. Mən nə tövsiyə edərdim əvvəlcə özümə, sonra sizə. Ya başladığın kimi qal, ya da artır. Nə badə aşağı düşəsən və şərait yaradasan, şeytan səni
aşağı sala, apara. Tabii ki vəsvəsəsi qeyd etdiyi yerində də özü bağlansa da, nəfs də öz həmlələrini insana, öz hücumlarını insana edir. Elə bununla kifayətlənmək istəyirəm. Allah razı olsun, Allah xeyir bərəkət versin. Biraz qardaşlar da istirahət eləsinlər, çay içmək istəyənlər falan. Allah Teala xeyirli, bərəkətli etsin.